Yaxın gəl, yaxın gəl, yaxın gəl, yaxın gəl. Hər vaxtınız xeyirli olsun. Əziz dəyərli TikTok izləyicilərimiz, hər birinizi salamlayırıq. Biz bu günlərim gözəl qrupla harda toydayıq? Qəhrəman Tərtərdə. Bəli, Qəhrəman Tərtər rayonunda gözəl bir toy məclisinə dəvət almışıq. Burada mənim dəyərli sənət yoldaşlarım var. Bal barmaq, gözəl gitara ifadəsi, Sadiq Bərdəli, mənim dəyərli qardaşım, gözəl sənətkar, harmonik dilə gətirən, Qaçay Kəlbəzəri və zərb alətlərinin şarkısı mənim sənin qardaşım. Mən bu oğlu Mehmanoğlu'da sizlərə məlum məsələdir. Sözü vermək istəyirəm mənim dəyərli qardaşlarıma. İzləyicilərimi salamlar. Toğrul, çox sağ ol. Gözəl təqdimatın üçün sana özlərinin təşəkkürünü bildirirəm. Allah sağ can sağlığı versin. Allah səni hər zaman elimizin, obamızın xoş günlərindən əksik eləmək olur. Allah Sadiq var eləsin. Sadiq bizim Azərbaycanımızın həqiqətən barmaqla sayılan sənətkarlarından biridir. Həm də ki, yaxşı sənətkar olmaq asad məsələdir. Amma sənətlə, şəxsiyyətinlə gərək eyni yüksək vəhdətdə birləşsin. Sadiq elə bir qardaşdır. Həm yaxşı qardaşdır, həm də yaxşı sənətkardır. Allahdan Toğrula da, Sadiqə də, Səlimə də can sağlığı. Elimizə, obamıza xoş günlər arzulayırıq. Bir də bir şeyi vurğulayım ki, Qəhrəman Tərtər həqiqətən qəhrəman oğulları ilə həmişə seçilibdir. Bu günləri Kəlbəcərdə gedib Azərbaycana işğal olan vaxtında hələ kəşfiyyata gedib Kəlbəcərdə ciddi eləyən Şahbaz Quliyevin bu günləri yubileyidir, ad günü məclisidir. Bu günləri gedirik o qəhrəman qardaşımızın, Qazi qardaşımızın məclisini şuurlandırmağa, gözəlləndirməyə. İnşallah yaxşı çəkilişlərimiz olacaq, gözəl ifalarımız olacaq. Sadiqin gözəl eksklüziv ifaları paylayacağıq. İzləmədə qalın. Hər bir izləyicilər, hər birinizin ünvanına xeyirli gələk. Getdik.